Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı növbəti xəbərdarlıq edir. Xəbərdarlıqda deyilir: mayın 25-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacaq. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Qeyd olunub ki, Azərbaycanın rayonlarında mayın 26-sı axşama qədər bəzi yerlərdə qeyri-sabit yağıntılı hava şəraiti davam edəcək. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv, güclü olacaq, şimşək çaxacaq, dolu düşəcək, yüksək dağlıq ərazilərdə qar yağacaq. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli sel keçəcəyi ehtimalı var. Xidmət mayın 25-də Bakıda və Abşeron yarımadasında, 25-27-sində isə bəzi bölgələrdə gözlənilən güclü külək ilə bağlı da sarı və narıncı xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir: Bakıda və Abşeronda, eləcə də Naxçıvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Ağdam, Gədəbəy, Göygöl, Samux, Zərdab, Sabirabad, Göyçay, İmişli, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağdaş, Şamaxı, Qobustan, Qubaqusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Saatlı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti saniyədə 13-20 metrə qədər güclənəcək. Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Naftalan, Goranboy, Daşkəsəndə isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Küləyin sürəti bəzi yerlərdə saniyədə 20-28 metr olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə 25-26 may tarixlərində Bakıda və Abşeronda, eləcə də ölkənin bəzi bölgələrində fasilələrlə intensiv yağış, güclü külək və şimşək müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə yağıntının qısa müddətli intensivləşməsi, dolu düşməsi və dağlıq ərazilərdə qar yağması ehtimalı var. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını daha diqqətli olmağa çağırır. Sürücülərə tövsiyə olunur ki, hərəkət sürətini hava və yol şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırsınlar, kəskin manevrlərdən və əsassız ötmələrdən çəkinərək nəqliyyat vasitəsini ehtiyatla idarə etsinlər. Görünmə məsafəsini azaldığı hallarda işıq cihazlarından düzgün istifadə edilməli, uzaq işıqlar qarşıdan gələnlərə mane olmayacaq şəkildə tənzimlənməlidir. Piyadalar isə yolu yalnız müəyyən olunmuş keçidlərdən keçməli, məhdud görünmə şəraitində xüsusilə ehtiyatlı davranmalıdırlar. Xüsusilə küləkli hava şəraitində moped, motosiklet və skuter sürücüləri daha diqqətli olmalı, mümkün hallarda hərəkəti məhdudlaşdırmamalıdırlar. Güclü külək bu nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və aşma riskini artırır. Unutmayaq ki, mövcud hava şəraitində hər bir məsuliyyətli davranış mümkün yol nəqliyyat hadisələrinin qarşısını almağa xidmət edir, deyə açıqlamada bildirilib.